Allah bu məclisə gəlib hazır tapırsa, mənim libasıma baxın, mən sizdən iltiması dua edirəm. Bu məkanda, bu zamanda, bu dünyada gəlib burada dayanırsan, deyirsən, görüm istəyir, gələsən, insanı çəkirsən. Onun fəqət ərziş imamı zaman bilir ki, nə iş görürsən? Bir ləhzə qəlbi verəysən imamı zamanı. Əfzəl-i əhli kulli zamanı. Hər zamanın cəmiyyətindən yuxarısan. Niyə? İmam-ı Səccad buyurdu, çün Allah onlara əqli kamil verib o əsrdə olanlara. Fəhm verib, mərifət verib. Bir mərifət vardı, elə bir imam-ı zamanı əlan görürlər, imam-ı zamanın məhzərində əyləşirlər. Bu da insaniyyət azədir. İmam-ı zamanın intizarını çəkməz, insanın gərək yaşayışın çövrə. Tamam-ı təalluqatdan, tamam-ı ləzzətlərdən insanı ayıra. İnsan həyatın bir cür rüya, evi bir cür rüya, İmam-ı zaman bəyənə. Bizim rüfəqalərdən, dostlardan biri deyil, yoldaşlardan. Bir dənə deyil, alimin məhzərinə getmişdim, ev tikəydim. Dedim, evimi nə nəxşəsilə tikim? Nədir evimi, nə şəkildə tikim? Urtallar bir şəkildə tikək, qərbidə, şərqidə bir şəkildə tikəklər. Memari İslami bir cürdür, memari qeyri-İslami bir cürdür. Nə cür tikim? Memari İslami ilə tikim, memari qərbi ilə tikim. Hansı mühəndisliyi ilə? Ağa buyurdu, hər şəkildə tikəysən tik. Amma bir ev tik, küçöndən imam zaman keçəndə, desin, burada evimiz var. Desin, burada evimiz var. Belə yaşa burada, İmam-ı Zaman şəhərə gəlsə, desin, burada evim var. Qapı döysün, qonağın olsun. لأن الله تعالى أعطاهم من العقول والأفهام والمعرفات. Allah onlara elə fəhm verib, elə ağl verib, elə aqilana aləmdə yaşayırlar. Qafilanə yox, aqilanə. Əgər ağl var ondu, bəs niyə qafilsən? Qəflət insanın əqlini əlindən alır. Minəl uqul, onlara Allah bir mərifət verib, sarətil qeybə indəhum bi mənzilətil müşahidə. Zaman qeybət onlar üçün zaman huzur təkidir. Elə bil İmam-ı Zamanın əl'an məhzərindədirlər. Məhzəri İmam-ı Zamandan bəhrə aparırlar. Və buyurdu, humul muxlisunə haqqa. Bunlardılar Allahın xalis bəndələri yeryüzündə. Əl'an özləri xalis eləyirlər Allah üçün. Allah Qur'anda buyuruyor, Ubudullahə muxlisinə ləhuddir. Allah'ı xalisanə ibadət edir. Xalis ol Allah üçün. Hər əndazə ürəyin həramdan qırılsa, ləzzəti dünyadan qırılsa, o əndazə İmam-ı Zaman o insan yoxundan şey. Üləmaların biri deyib, bir şəxsi Bəsrədə gördüm, çox abid insan idi, sadə insan idi. O mənə nəql elədi, dedi, mən bazarda bazarçıyam, parça sataraq. Bir dəfə 2 nəfəri gördüm, gəlmişdilər, kəfən olmaq. Bunların qiyafəsinə baxdım, gördüm, bu şəhərin əhlinə oxşamayırlar. Libası ki geyirlər, o zürü ki danışırlar. Mən də yanaydım İmam-ı Zaman için. Ki bir dəfə İmam-ı Zamanı görəm. Bunların qiyafəsinə baxdım, dedim ki, siz bu şəhərin əhlinə oxşamayırsınız. Siz qəribsiniz, bu şəhərə varid olursunuz. Kimsiniz siz? Qulaq asmadılar sözümə, yalvardım, Allah'a and verdim, özünüzü mənə tanıtdırın. Biri dedi ki, biz İmam-ı Zamanın əshabındandır. İmam-ı Zamanın əshabının biri dünyadan gedib, onun üçün gəlmişi kəfən alır. Ta aparaq kəfənə bilək, İmam-ı Zaman onun namazını qılar, ondan dəfn. Biri də var ahirəndə huzur. Həmişə İmam-ı Zaman.
Ürəkdilər, bəndilər. Qapı açılsın. İnsanın içərisindən qapı açılır. İntizar çəkmək, fərəc qapısı insanın üzünü açır. Həqiqət qapısı insanın üzünü açır. Yalvardım, məni də aparın. Dedilər, məğazayı bağla, dükanı bağla gedək. Durdum ayağa, o dükanımı bağladım. Satışımı tətil elədim. Düşdüm yola. Bunlarla getdim, ta çatdıq bir dəryaya keçməyə. Dedim, nədir keçim? Dedilər, denəm, Bismillahirrahmanirrahim. Dedim, Bismillahirrahmanirrahim. Düşdüm dəryaya, suyun üstündə yol yeridim. Dəryanı keçdim. Keçdim o sahilinə çatanda bir xeymə gördüm. Dedilər, o Ağa İmam Zamanın xeyməsidir, çadırıdır, vurulubdur. Dedim, gəlin, dedilər, yox, dayan, icazə alaq, icazəsiz olmaz. O şəxs getdi, ağanın qapısını dördü, səslədi, ağa, bir qonağın gəlib, istəyir səni görə, elə arzuluyur səni görməyə, gördük içərdən səs gəlir, vudduhu, fə innəhu rəculun sabuni. Deyim, onu dəryadan keçəndə birdən yağış yağdı başına, yağış yağanda yadıma düşdü, damın üstünə sabun tökmüşəm qurutmağa. Dedim, əfsus, hey, sabunlarını yağış aradan apardı. Dedim, oraya çatanda İmam Zaman dedi, onun qəlbindən sabun iyi gəlir, qəytər ölməm, zamanda döyür. Qəlb Allah üçün. İntizar bu mənaya. Bir de humul muhlisune hakka, halisterin insanlar, insanların içinde o insanlardır. İmam-ı Zaman gıybete gider, gıybette hayatları, yaşayışları bücür olar İmam-ı Zaman beğener. Onlar kimi insan aleme gelmeyip. Onu Səccad Nurdi bir hansı əsrdə və zamanda vaq olubsan, kimin intizarını çəkirsən? Hər nə qədər qonağı insan məqamı yuxarı olsa, o əndazə insanın intizar çəkməyinin hiddəti, şiddəti olur. İnsanın qərarını əlindən alır. Fərqi vardır. Bir dəfə aşiq məşuqunun intizarını çəkir. İllər boyu məşuqun görməyə, bu nə hala qalar? Qahi mən əfradı görmüşəm, haldan gedibdir, bir qərar olur. Həsrət bu iki məşuqun görəcək. Bu cür bir intizar çəkmək ola, əvvəl bir gör İmam-ı Zamanı kimdir?